أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين اللهم وفقنا في العلم والعمل الصالحين بحق محمد وآله الطيبين الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bəli, biz gəldik bey'u sələf barəsində söhbət elədik. Dedik sələf alveri elə bir ki, nisiyə alverinin tam əksidir. Nisiyə alverində birinci mən əşyanı alıram, sonra da pulunu ödəyirəm. Sələf isə alverində birinci pulu verirəm, sonra istədiyim əşyanı gətiririm. Və bunun deyil şərtləri vardı. Şərtlərində dayanmışdıq. 691-ci məsələ. Şurutu sələf. Yu'tabaru fi bey'i sələfi səb'ati umurin. Bu sələf alverində 7 dənə şərt vardır. Birinci bundan ibarətdir. Ən yəkunəl məbi'u mədbutan min heythu sifatil mucibə li ixtilafil qiymə və la yəzimul istiqsai və tədqiq bəl yəkfil dabtı urfən. Bəli, birinci şərt bundan ibarətdir ki, bizim alacağımız bu əşya ki var, bunun müqabilində verilən ivəz ki vardır, indi pul verəcəm, fərq eləməz nə verəcək, nə ilə razılaşmışıq bir sözlə, həmən bunun özü, yəni xüsusən də bizim söhbətində məbi' alacağım əşyanın özü. Məsələn, fərz eləyək ki, bir dənə kompüter alıram, bir dənə telefon alıram. Bunu alanda, bunun müvasıfatı ilə, yəni xüsusiyyətləri ilə hamısına tanışdığım olmalıdır mənim. Dəqiqliyi ilə özü mən bilməliyəm. Xüsusən də o məqamda ki, hansı ki, məsələn, fərz eləyək ki, bir kompüterin xüsusiyyəti digər kompüterin xüsusiyyətinə nisbətən bazarda qiymətdə fərq eləyir. Bu misalı vurmuşdur keçən dərsdə. Sələf alverindən qabaqçı nisiyə dərsində, nisiyədən söhbət eləyəndə, orada biz nağd və nisiyə barəsində nə elədik? Qeyd elədik. Burada bəli, şərt eyni şərtdir. Burada şərt oldu ki, gərək nə ola? Xüsusən də ki, qiyməti əgər fərq eləyəcəksə xüsusiyyətinə görə, məsələn, fərz eləyək ki, misal vurmuşdur ki, telefon Samsung A6 Plus-un qiyməti 250 manatdır, gəlirəm 25-in qiyməti 400 manatdır. Qiymətdə fərq eləyir. Və yaxud da ki, birinin yaddaşı 64-dir, birinin yaddaşı 256-dir. Cürbəcür bu cürünə xüsusiyyətləri var ki, telefonların hər bir şeyin özünə görə, öz xüsusiyyəti olduğuna görə və həmin xüsusiyyətə görə bazarda, ürfdə, cəmaatın arasında qiymət fərqliliyi əgər varsa, onda mən dəqiqliyi ilə aldığım əşyanın müvasıfatını, xüsusiyyətini mən bilməliyim. Dəqiqləşdirməlidir bir sözlə, alıcı ilə satıcı hansı xüsusiyyətdə mobaylı satır, kompüteri satır, televizor satır, hansı satdığı əşyanın məsələn özünün xüsusiyyətini qeyd eləməlidir. Amma çox da dəqiqliyə getməkdir, ehtiyac yoxdur, hökmən lazım deyir, çox dəqiqliyəcəksən. Elə ürfən ki, məsələn, nə qədər axtarış eləyir, ürfən nə cürünə, məsələn, dəqiqliyinə gedirsə, o qədər kifayət eləyir. Və la yəsəxə fīmə la yumkin dabt əvsafıhu mimmə la tərtəfi'ul cəhalə fihi illə bil müşahidə. Bəli, deyir ki, bir dənə də alver var ki, bizdə, onun xüsusiyyətlərini alıcıya mən vəsf eləməklə, alıcıya deməklə yəni mümkün deyil. Elə şeylər var ki, insan onu görə, müşahidə eləyə, görə. Deyir, görməklə. Onu mən beləsinin xüsusiyyətini desəm də, o mümkün olmayacaq. Əgər o şeylərin ki, əgər onların xüsusiyyətini görmədən, yəni aldığım əşyanın özünü görmədən mənə xüsusiyyətini deməklə mən onu təsəvvür eləmək mümkün deyilsə, bu alver səhih alver deyil. Niyə? Çünki alverlər, adətən o cür alverlər nədir? Müşahidə elədir. Görürsən, gərək insan görə, sonra ala. Niyə? Çünki deyir ki, orada aldana bilər. Məsələn, elə bilər ki, bir insan gəlib deyir ki, bəli, mənim heyvanım vardı, uzunluğu, məsələn, qoyunu var. Bir dənə qoyun var, uzunluğu metrə yarımdır. Bəlkə orada metrə yarım onun yunu ilə, zadı ilə, falanla bir yerdədir. Amma gedib müşahidə edib, onu görəndən sonra, əli falansa baxansa biləcəm ki, bunun məsələn neçə kiloqram ət verə bilər. İndi misal vururuq da bunları. Bəli, o əşyalar ki, o şeylər ki, bir sözlə aldığım
alıcının müşahidəsi ilə olmalıdırsa, hökm əgər onu görə, sonra ala, o da gərək nədir? Müşahidə. O mümkün deyil ki, biz onu vəsflə, xüsusiyyətini bizə verək, vəsf eləməklə biz onu ala, əgər alsı o cür al-ver, səhih al-ver hesab olunmaz. Bu birinci şərt idi ki, gərək aldığım əşyanın özünün xüsusiyyətini biləm, xüsusən də əgər həmin xüsusiyyətə görə bazarda qiymət fərqliliyi vardırsa. İkincisi də o idi ki, bu məsələdə, bu şərtin içində ikincisi bu idi ki, o əşyalar ki, əgər görməklə alınmalıdırsa, onu da onun xüsusiyyətini vəsf etməklə mümkün olmadığı təqdirdə o cürünə al-ver olsa, səhih al-ver hesab olunmaz. Müşahidin olan, yəni görünməklə olanları gərək nədir? Mütləq görməklə gedib, yəni alıcı görə, sonra ala. İkinci şərt budur ki, qabd tamamı thəmən qablə iftiraqil mütəbayi'in. Elə ki, müştəri ilə bayi, alıcı ilə satıcı bir sözlə, elə ki, alıcı ilə satıcı ittifaq elədilər, qiyməti razılaşdılar. 400 manat verdi. Dedi, məsələn, bu müvasifada, bu xüsusiyyət olan telefonu mənə 3 aydan sonra gətirərsin. Deyir, nə qədər ki, bunlar ayrılmayıblar, ayrılmamışdan qabaq alıcının vəzifəsi budur ki, həmən o 400 manata ittifaq etmə, o 400 manatı ödəməlisin. Sələf al-verdə dedi, yaxı, nisyanın əksidir, birinci pulu verməlisən, deyir, bəli, gərək pulu verim. Pulu verə, qabda tamam edir. Satıcı da pulun hamısını əldə edir, ala. Müştəri verə və yəni satıcı da onu ala. وَلَوْ كَانَ الْبَائِعُ مَدْيُونًا لِلْمُشْتَرِ بِمِقْدَارِ الثَّمَنِ وَكَانَ الدَّيْنُ حَلًّا أَوْ حَلَّ قَبْلَ اِفْتِرَاقِهِمَا وَجَعَلَ ذَلِكَ ثَمَنًا كَفَى. Bir nəfər əgər bizə belə bir sual versə ki, məsələn, fərz eləyək, bu qardaş telefon işinə məşğuldur. Mən bununla ki, ittifaq elədim, filan, mobaylı mən üçün gətirərsən, qiyməti 400 manatdır. İndi mən axı vəzifəm odur ki, 400 manatı verəm. 2 aydan sonra, 3 aydan sonra bu telefonu gətirəcək mən üçün. İndi bu satan insan ki var, satıcı, mənə borcu var. Ya borcun vaxtı yetişib 1 ay bundan qabaq, fərz eləyək. Ya da ki, yox, elə bu gün nə qədər ki ayrılmamış ki, həmən ayrılmamışdan qabaq borc fərz eləyək ki, ittifaq eləmişdik ki, dekabr ayının 21-də səhər saat 10-da verəcəksin. Saat 11-də biz ittifaq elədik. O gün 10-da artıq elə vaxt tamam olub. Mən borcumu qaytarmalı idi. Eləyə bilərəm ki, mən həmən borcum ki var ha. Fərz elə ki, bu mənə 400 manat verəcəyi var. Həmən o 400 manatı deyəm ki, nədir? Həmən o 400 manat qalsın səndə. Mənə 2 aydan sonra mobayl verərsən. Bu cürlə olar, yoxsa olmaz? Deyir, əlbəttə ki, olar. Həmən o borcda olan pulunu telefonunun qiyməti olaraq qərar verə bilər sələf al-verində. وَلَوْ قَبَضَ الْبَائِعُ بَعْضَ الثَّمَنِ صَحَّ الْبَيْعُ بِالنِّسْبَةِ إِلَى الْمِقْدَارِ الْمَقْبُوضِ فَقَطْ وَثَبَتَ الْخِيَارُ لَهُ فِي الْفَسْخِ أَصْلِ الْبَيْعِ. Məsələn, fərz edək, bir insanla ittifaq eləyib ki, mənə 1 ton 3 aydan sonra buğda verərsən, 1 tonun qiymətini hesablayıblar 80 qəpikdən, eləyib 800 manat, çıxardım 600 manat verib, yaxud da 400 manat verib. Bu, axı biz demişdik ki, bütün tamam pulun hamısını, yəni 1 tona 800 manat danışıbsınsa, geri hamısını verəsən. Əgər hamısını verməsə, onda necə olacaq bu sələf al-verində? Deyir, birinci, ilk növbədə məsələyə baxanda deyəcək ki, nə qədər veribsə, o qədərin, o nə qədər pul veribsə, həmən o pulun miqdarında olan al-ver səhiyyidir. Məsələn, 500 kiloqram eləyirdi 400 manat. 1 ton eləyirdi 800 manat. Bu nə qədər verib? Verib 400 manat. Və yaxud da 600 manat misal vurdu. 600 manatında 750 kiloqram eləyəcək 80-ə vursuq. 80 qəpikdən yəni. Nə qədər verib? 600 veribsə 750 kiloqramdır. 500 veribsə 400 kiloqramdır. Nə qədər veribsə o qədərdir. Və səbətəl xiyaru ləhu fi fəsqə əsl-i beyə. Bizimki ittifaqımız 1 tonla gedirdi. Amma bu satıcının burada ixtiyarı vardı. Yəni al-veri niyə poza? Əslən kökündən al-veri poza. Niyə? Çünki ittifaq eləmişdilər ki, nəyə? 1 tona. 1 tona ittifaq olmuşdu. Bunun hamısını verməyib. Gətirib yarısını verir. Nə qədər əlinə alıb bu satan? Satanın əlinə aldığı miqdar
Cəmi məsələn fərz edək ki, yarısıdır. Hə, bu təqdirdə onda nə olacaq? Gərəkdir ki, ya yarısı ya da ki, ixtiyar sahibidir. İstəyər, deyər ki, eyb yox, neynə? Mənə ki 500 manat veribsən, 400 manat veribsən, onun mən sənə yarım ton verəcəm, yarısını verəcəm. Və eləyə də bilər ki, deyək ki, yox, mən əslən alveri neynəyirəm, alveri batil edirəm. Sənin alverinə mənim alverim alınmaz. İxtiyar sahibi. Bu bizim ikinci şərtimiz idi. Üçüncü şərt bundan ibarətdir. Təyin zamanı təslimul məbi' mədbutan. Fəla yəsihu cə'luhu vaxtal hisadi məsələn. Bəli, bu mən ki pul verdim, bir ton buğda mənə verəcəkdi, dəqiq vaxtı təyin eləməlidir. Vaxt dəqiq olmalıdır. Məsələn, mən sənə bu günləri ayın 21-idir, dekabrın 3 aydan sonra, martın 21-də mən sənə gətirəcəm, bir ton buğduyu verəcəm. Yoxsa gələrsən, bir ton buğduyu apararsın. Əgər birdən vaxtı təyin eləməsələr alver səhih deyil, üçüncü şərt bundan ibarət sələf alverində gərək vaxt təyin oluna və birdən desək ki, bitsin vaxtı verərik. Biz bunu başqa alverlərdə də qeyd eləmişdik. Bitsin vaxtı qərar versə, həmən vaxt demişdik nədir? Məlum vaxt deyil. Ola bilər ki, məsələn, bir ay, ayın əvvəlində ola bilər, ortasında, axırda ola bilər. Bir sözlə, vaxt müəyyən olmadığına görə bitsin vaxtı kəlməsi deməklə alver, səhih alver hesab olunmayacaqdır. Səhih alver olmasının ötürü bizim üçüncü şərtimiz bundan ibarətdir ki, mənə təslim eləyəcək aldığım əşyanın özünü vaxtı təyin olunmalıdır. Bəli, dördüncü şərt bundan ibarət ki, ən yətəməkkənəl bai'u min təslimil məbi' ində hululil əcəl səvaən kana nadirul vücud əm la. Dördüncü şərt bundan ibarətdir ki, elə ki bu satıcı ki vəd verdi, ittifaq elədi 400 manata mən sənin üçün bu mobaylı gətirəcəm, onun qüdrəti olsun, imkanı olsun ki, o verdiyi vədi yerinə yetirə bilsin. Məsələn, deyir, 3 aya gətirəcəm, 3 aya gətirə bilsin. Bu fərq eləməz. Bu əşya ki vara ittifaq eləyiblər, ittifaq olunan xüsusiyyətdə olan bu əşya, istər bu tapılan bir şey olsun. Məsələn, ola bilər ki, məsələn, son nadir vaxtda tapılan bir şeydir. Yəni, bazarlarda çox da olan bir şeydir. Elə bir şey istəmişəm ki, məsələn, deyir ki, bir dənə kompüter mən üçün gətir ki, bu cür müvafiqatda olsun. Belə şərik satıcı deyir ki, bəli, mən gətirə bilərəm. Ola ki, o söz verirlər, ittifaq eləyirlər, imkan, yəni onun o qüdrəti olsun. Satıcının ittifaq elədiyi vaxt ki vardı, 2 aydan sonraya, həmən o istədiyi cihazı həmən vaxt gətirib verə bilsin. Buna qüdrəti çatsın ki, sonra bu alverə girişsin. Bu da deyir, fərqlənməz. Birdən biri qədib deyər ki, axı bunu alıcı da bilirdi, satıcı da bilirdi ki, bu cihazın özü hələm tapılan deyil. Nadir vaxtda tapılan deyil, bunun fərqi yoxdur. Elə ki, boynuna götürüb, ittifaq eləyib, bu müştəridən, bu alıcıdan pulu təhvil alıb ki, mən sənin üçün gətirəcəm 3 ayda, o həmən vaxtda 3 ay, məsələn, qeyd elədiyim, mart ayı, yaxud da aprel ayının 21-i gətirəcəm, gərək aprel ayının 21-də o şeyi gətirib versin. Və əvvəlcədən bir sözlə budur ki, həmən bayi satıcının özünün o imkanı olsun. Nə imkanı? Onu əldə, o alqı-satqıda qeyd olunan xüsusiyyətdə ki, bu cihaz gətirib verməlidir, onu əldə eləmək qüdrəti olsun, imkanı olsun. Bir sözlə, alverdə elə şeyə söz versinlər ki, onu yerinə yetirə bilsinlər. Özdə həmən vaxtın o ki, vaxt təyin olması şərt idi, həmən vaxtda gələ gətirib satdıra. Beşinci şərt bundan ibarətdir ki, təyin məkanı təslimul məbi' məzbutan fīmə yəxtəlifu bi ixtilafihil əqrab aləl əhvəd zuban izə ləm yetməkkən təyin indəhuma və la li insirafi və nəhvə. Bəli, indi gəlirik 5-ci şərt bundan ibarətdir ki, xoş, bunların hamısı təhəqqüqdə, həyata keçib şərtlər. O bir dənə 5-ci belə bir şərt vardı ki, təyin olunmalıdır. Hansı məkanda mənə verəcəksən bunu? Məsələn, fərz eləyir, bunlar da fərq eləyir alverdə. Mən ittifaq elədim bir dənə şəhərdə. Sən də durub məni 300-400 kilometr başqa bir şəhərdə zəngləməcən, gəl məsələn, telefonu sənə verim. Məsələn, ittifaq eləmişik ki, Şəkidə verəsən telefonu mənə.
Gəlib deyirsən ki, mənim Bakıda götürürsən telefonu. Yox, dəqiqliyi ilə təyin olunmalıdır. Təyin məkanu təslimul məbiy məzbutan, dəqiqliyi ilə alınan əşyanı harda verəcəksən, onun məkanı təyin olunmalıdır. Ola bilər ki, məsələn, fərq məqsədlər fərq eləyə bilər burada. Məsələn, niyə? Mən elə bunu bu şəhərdə səndən 300 manata ki alıram, mənim buradan ora gəlməyim, qayıtmağımda bir 80-100 manat mənə yol pulu başa gələcək. Ona görə mən səndən razılaşdım ki, 2 aydan sonra bunu mənə verərsən 400 manata ki, mən əlavə cibimə pul xərcləməyim. Və ilə axır və s. Bir sözlə 5-ci şərtimiz bundan ibarətdir ki, təhvil verəcəyim malı, mən satıcı olaraq təhvil verəcəyim malı hansı məkanda təhvil verəcəm, onu gərək əvvəlcədən təyin eləyək. Bəli, 6-cı şərt budur ki, təyin vəznul məbiy, əv kiluhu, əv ədəduhu. Və biz alacağımız əşya əgər kiloqramlandırsa, çəki ölçü vaxidi iləndirsə və yaxud da ədədləndirsə, bunların hamısını əvvəldən təyin eləməliyik. Məsələn, deməliyəm ki, mənə 5 dənə qoyun verəcəksən və yaxud da 100 kiloqram ət verəcəksən. Necə ittifaq edibsə, əvvəldən onu təyin eləməlisiniz. Vəl-məta'ullezî yubâ'u bil-müşâhidə yecüz bey'uhu sələfə. İndi bəzi əşyalar ki var idi, biz demişdik ki, görməklə, məsələn, bunun hamısını məsələn, və yaxud da ki, səbətlə satırlar. Bir içində fərq eləyə bilər, kiloqramla deyil, kiloqrama vurmurlar. Səbətlə misal vurmuşdur ki, xurma satırlar. Deyir, həmən o müşahidə ilə olan alveri, sələf alverində də icazəlidir. Məsələn, deyək ki, mən sənə 50 dinar pul verirəm, 50 manat pul verirəm, mənə 10 dənə səbət xurma verərsin. Deyir, bəli, müşkül yoxdur. Bu, sələf alverində də icazəlidir. Birinci növbədə o şeylər ki, kiloqramlandır, belə deyək, vəzinnəndir və yaxud da ki, ədədləndir, onlar təyin olunmalıdır və o şeylər ki, müşahidə ilə də onlarda o əşyalar ki, satılan əşyalar görməklə satılıb alınır, onları da sələf alverində icazəlidir bir söz, alıb satmaq. Və lakin, yəlzəmən yəkuna təfavut beynə əfrad qeyr-müətənabihi indəl-vəqaləkə bə'də əqsamil cüz vəl-beyd. Və bəli, bu qeyd elədik, amma burada bir dənə incə məsələ vardı ki, fərq olanda, bunların birinin digərinin arasında fərq olanda, fərq yəni elə bir fərq olsun ki, o qalaların yanında çox da zad olmasın. Adi bir şeydir. Yəni, ehtina olunmayan, o böyük fərq eləməsin. Məsələn, ağa özü misal vurur ki, deyir ki, qoz və yumurtaların bəzi qismləri kimi, bəzi yumurtalar bu boydandır, bəzi biraz ondan balacadır. Bir balaca, yəni, çox cüz'i fərq eləsə, onun ki, ürfdə uqalalar nə deyərlər ki, buna bu çox da əhəmiyyət verilməz. Demişdi 10 dənə yumurta, 10 dənə yumurta verir. Demişdi 100 ədəd yumurta, verdi 100 ədəd yumurta. Demişdi, məsələn, 50 dənə qoz, 50 dənə qoz yət. İndi qoz ola bilər ki, biri balacadır, biri böyüdür, biraz fərqi var, bunun müşkülü yoxdur. Amma da o qədər çox fərq eləməsin, ha, indi bəzi yumurtalar var ki, çox balaca. Məsələn, burada gedən alanda 30 dənə olan ki vardı kartonda. Görərsən, məsələn, 6 manata var, 7 manata var. Niyə? Fərq var üçün aralarında. Bəzi böyük olan var, balaca olan var da. Bu dərəcədə böyük bu boydana yumurtadır. O ki, o müşahidədir, görməklə olur da bəzən bu şeyləri. Onu gətirib bu boydana verəsən, onun yarısı boydadır, bu cür nə olmasın. Yox, cüz'i fərq edərsə, cüz'i fərqdə müşkül yoxdur. Hansı o cüz'i fərqi görərsən ki, nədir? Qala, cəmiyyət, yəni ağıllı insanlar burada o qədər fərq eləməzdir, şeydir. Bəli, bu bizim 6-cı şərtimizdir və 7-ci axırıncı şərtimiz bundan ibarətdir ki, ən yəlzəmə minhur riba, ən la yəlzəmə minhur riba. Bəzi alverlər ki var, gəlir bu ribaya çıxardırdı. Demiş ki, riba haramdır, sələm alverinə çevirir. Deyir, bəli, 7-ci şərt budur ki, sələf alverinin şərtlərindən biri budur ki, yəni orada riba olmasın.
Gətirib ribaya çıxartmasın. Fə in kana məbi'u sələfə minəl məkil əvəl mavzun ləm yəcüz ən yəc'alə təmanhu min cinsi. Deyir, yəni misal vuraq. Məsələn, fərz eləyək ki, mən 5 ittifaq eləmişik, kiloqramla olan bir şey alacam. Vəzinlə olan bir şey alacam. Hə? Mən onun qiymətini müqabilində ki, pul verəcəm, onu eyni cinsdən qərar verə bilmərəm. İcazəli deyil bu. Deyim, mən sənə 500 kiloqram ver mənə, mən sənə 500 kiloqram buğda verərəm, arpa verərəm. Deyir, bir sözlə, o şeylər ki, eyni cinslidir, o eyni cinsli olsa icazəli deyil. Niyə? Çünki ribaya çıxardacaq. Biz demişdik, axı, kilo ilə və vəzinlə olanlar ki var, bunlar eyni cinsli olduğuna görə. Bunlar eyni cinslidir bir sözlə. Eyni cinsli alver də demişdir ribada, xüsusən ölçü və yəni vəzin və kiloqramla olanlarda icazəli deyil. Mən o necə adi vaxtda icazəli deyildi, onu elə sələf alverində icazəli deyil. Mən gətirəm, deyəm ki, səndən 500 kiloqram buğda istəyirəm. Yalan, mən sənə 5 kiloqram indi buğda verirəm, mənə 5 kiloqram buğda verərsən, 5-20 kiloqram buğda verərsən və ilə axır və s. Bəli və la min qeyri cinsihi minəl məkkili vəl mavzun aləl əhvəti lüzuman. Deyir, nəymiş, öz cinsindən, hətta qeyri cinsindən də olsa o şeylər ki, kiloqramdansa, onun müqabili kiloqramla olan bir şeylər, ölçü vahidlə olan bir şeylər ki var, ehtiyat lüzuma əsasən onu öz cinsindən də olsa, qeyri cinsindən də olsa, onun pulun əvəzində onu qərar vermir. Və izə kana minəl mə'dud fəl-əhvatu vücuban ən la yücəl təmənuhu min cinsi bi ziyadəti ayniyyə. Amma ədədə gəldikdə isə, ədəd məsələsində, deyir, ədəddə də ehtiyat vacibə əsasən yenə onun pulunu, onun eyni cinsindən qərar vermə. Özdə nə ilə? Bi ziyadə ayniyyə. Məsələn, mənə 6 dənə yumurta verir, deyir, mənə 2 aydan sonra 7 dənə yumurta verərsən. Ribadır və riba hökmə girir. Ona görə də 7-ci şərt bundan ibarət idi ki, riba alveri gətirib çıxartmasın. Riba alveri gətirib çıxanlar da nədir? Kiloqramla olan və vəzinlə olan idi, ədədlə və dediyimiz üstündə də əlavə eyni cinsdən olmağına baxmaraq üstündə əlavə deyir ki, mənə verərsən. Bu bizim nədir? Sələf alverimizin şərtləri idi. Əhkamu bey'as sələf. Yəni, hələ ki vaxtımız var inşallah. Bir neçə məsələdə biz sələf alverinin hökmlərindən oxuyacaq. Hökmlərində nə var? Bunlar şərtləri idi. 692-ci məsələ. La yəcuzu bey'u məştərahu sələfən min qeyril ba'i' qablə inqida'il əcəl və yəcuzu bə'də inqidaihi və ləv ləm yəqbədahu. Nəam, la yəcuzu bey'ul hantati və şə'iri və qeyrihimə mimə yuba' bil kili əvəl vəzni ədəs thimari qabiləl qabaddı. Gəlir, bəli, bey alverində, sələf alverində, bey'u sələfdə yəni. Deyirəm, 2 aydan sonra verirəm, məsələn, 400 manatı verirəm ki, 2 aydan sonra mənə 500 kiloqram buğda verərsin. Bunu mən eləyə bilərəm ki, görəsən, vaxt tamam olmamışdan qabaq gedib başqasından alandır, bu icazəli deyil. La yəcuzu bey'u məştərahu sələfən min qeyril ba'i' qablə inqida'il əcəl və yəcuzu bə'də inqidaihi və ləv ləm yəqbəduhu. Deyir, məsələn, mən 500 kiloqramın pulunu vermişəm, 2 aydan sonra alacam. Ay yarım üstündən keçib, başqa bir insan gəlib, ona deyirəm ki, mənim falan kəsdə buğdam var. Hələ əlimə almamışam ha buğdanı. Hələ bir şey əlimə almamışam. Əslən heç vaxtı yetişməyib. Bir var əlimə almamışam, bunun hökmü var deyəcəyik. Bunun hələ vaxtı gəlib yetişməyib. Bizim ittifaqımız olub ki, 2 aydan sonra sənə buğda verəcəm. 2 aydan sonra sən istədiyin cihazı sənə verəcəm, mobaylı verəcəm. Hələ 2 ay yetişməyib. Mən götürüb bunu satıram başqasına. İcazəlidir? Deyir, əlbəttə icazəli deyil. Sələf alverində mən qeyril bayi' aldığım şəxs var, ona yox, başqasına. Mən elə bir ki, alver eləmişəm bir dənə Murad adında oğlanla.
Həsən adında oğlana indi satıram. Hələ onun vaxtı yetmir, 2 aydan sonra mənə verəcək. 2 aya ittifaq eləmişik, üstündən ay yarım keçib. Hələ 15 gün qalıb. İndən satıram buna. Bu alver icazəlidir ya yox? Deyir ki, bu alver icazəli alver deyil. Nə qədər ki, onun vaxtı yetişmir. Yəni 2 ay tamam olmayıb. Yaxşı, ağa 2 ay tamam olsa necədir? Bəli. Və yəcuzu bə'də inqidaihi və ləv ləm yəqbəduhu. Amma 2 ay ki tamam oldu. Məsələn, dünən tamam olub. Hələ mən əlimə almamışam. Bu halda icazəlidir. Mən bunu satan bu Həsən qardaşa. Hə, icazəlidir, bəli. Bu nə heç əlimə hələ almamışam. O deyir, bu əlimə almasına icazəlidir. İlla. Bəli. Amma burada nəam la yecuzu bey'ul hanta və şə'ir və qeyrihə mimma yuba' bil kilo. Amma alacağımız əşyalar ki var ha, o əşyalar dedi ki, nə qədər ki əlimə almamışam, mənə icazəlidir. Sələf alverində o vaxtı ki yetişdi, 2 ay tamam oldu, onu sata bilərəm başqasına. Əlimə almasam da belə. Ağa bu kiloqram və vəzinli olan alverlərdə belə deyir, xeyr, kiloqram və vəzin alverlərdə nə qədər ki əlivə almayıbsansa icazəli deyil. Nəam, bəli, la yecuzu bey'ul hantati və şə'ir, xüsusən də bu alver nədədir? Buğda və arpa, hansı ki bunlar kiloqram və vəzindən satılan bir şeylərdir. Bunlar alveri əlvə almamışdan, yəni birinci sənə satan şəxs var ha, ondan əlvə hələ almayıbsa, nə qədər əlvə almayıbsansa, buğda və arpa kilo ilə olduğuna görə bunları nə edə bilməzsən, başqasına sata bilməzsən. Bəli. Ədəd thimar, ancaq meyvələri çıxma şərti ilə illə ən yəbi'ahu bi miqdar thəmanihilləzi iştərahu bihi əv bi vadi'atin minuhu. Bəli, deyir ki, amma yadımızdadırsa bizim bir nisya alverimiz, yoxsa nağd alverimizsə biz xurma alverindən söhbət edirdik, ümumiyyətlə meyvələrin alverindən söhbət edirdik. Ağa gəlir burada qeyd edir, deyir ki, biz qeyd elədik ki, bu məsələmizdə, bu əhkamı bey'u sələfdə, məsələ 692-dən başa düşəcəyimiz budur ki, unutmayaq, mən aldığım əşyanı vaxt təyin eləmişim 2 ay, həmən 2 ay tamam olmamışdan qabaq başqasına sata bilərəm? Deyir, sata bilmərəm. 2. Aldığım əşya, niyə sata bilmərəm? Sonra vaxt tamam olmayıb. Ağa, vaxt tamam olub. Vaxt tamam olandan sonra ancaq hələ əlimi almamışam. Mənə zəng eləyib, gedib götürməliyəm. Gedib götürməmişəm. Sata bilərəm. Ağa deyir, bəli, icazəli sata bilərsən. Amma ölçü və ölçü var, çəki ilə olan bir şey, kiloqram və vəzindən deyilsə, vaxtı yetişib, kiloqram və vəzindən, yəni buğda və arpa kimi kiloqram və vəzindən olmayan bir şeylərdirsə, bu icazəlidir. İcazəli deyil, bağışlayırız, nə qədər ki əlivə almayıbsansa, bunu sən başqasına sata bilməzsən. Ağa, biz ki kiloqramla dedik, bütün meyvələr hamısı bunun içindədir. Dedi ki, ədəd simar. Simarı çıxma şərti ilə bu gərək qabləli qəbul buna icazəlidir. Yəni qəbz eləməmişdən qabaq buğda və arpada icazəli deyil, amma simarda icazəlidir. Bəli, bir dənə də bir şey vardı ki, mən nə qədər miqdarında pul vermişəmsə, o qədər illənə yəbi'uhu bi miqdari thəmanə. O verdiyim pulun miqdarında mən sata bilərəm və yaxud da ki, əv bi vadi'atin minhu, və yaxud da onun orada əmanət qoymuşam. Bizim bu həqiqətdə çox şirin bəhsdir. İnşallah ki, gələcək 693-cü məsələyə girəcək. İnşallah bu da onun davamı kimi hökmlərdəndir. Yəni, sələf alverinin hökmlərdir. İnşallah vaxtımız tamam olub deyibən. Allah nəsib eləyər. Gələn dərsdə sizin xidmətinizdə olarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.